Bilmirəm. Bilmirəm Elay, bu nə sualdır, qurban olum sana. Ən sevdiyiniz yemək? Mənim ən sevdiyim yemək makaron, ağ pendir qatıqla, Mirüsün ən sevdiyi yeməyi pirlovu çorbası. Hə. Nəm, perlovka. Nərgiz? Ən sevdiyiniz rəng? Turkuaz rəngi, Mirüsün ən sevdiyi rəng qara rəngidir. Mavi. Onun? Onun? Hobbiniz? Mənim hobbim yoxdur. Mənim doğrudan hobbim yoxdur. Mənim hobbim yoxdur. Heyvanları xilas eləyirəm. Mirüsün ən sevdiyi hobbisi idmana getməkdir. Mənim hobbim idman. Nərgizin də idmandır da. Ən sevdiyiniz fəsil? Mənim ən sevdiyim fəsil yoxdur. Mən bütün fəsilləri sevirəm. Hər fəslin öz gözəlliyi var. Mirüsün isə ən sevdiyi fəsil payız fəslidir. Payız. Ən çox nəyə əsəbləşmisiniz? Ən çox nəyə əsəbləşirəm? Mən heç əsəbləşmirəm. Mən heç vaxt heç nəyə əsəbləşmirəm. O hər şeyə əsəbləşir. Nə olmalıdır? Ən çox mənə yox deyəndə əsəbləşirəm. Mirüsüv ən çox nəyə əsəbləşir? Mirüsüv ümumiyyətlə hər şeyə çox əsəbləşən bir insandır. Diqqətsizliyə. Ən sonuncu davanız nə üstə olub? Ən sonuncu davamız nə üstə olub? Nə bilim, mənim itim əsəbləşir. Belə suallar verməyim bizə. O səbəbsiz olubdur. İlk dəfə görüşəndə hansı geyimdə idi? Ağ kətan saroçkası var idi və belə çox koyu rəngdə mavi cinsi var idi. Ayağında da hər zaman kimi qazaçok. Yadımda deyil. Kim daha çox unudur, məsələn, özəl günləri? Unutmaq məsələsi bizdə yoxdur. Çünki mən artıq bir ay qabaq başlayıram demək ki, ayın 9-u bizim 17 illiyimizdir. Mən. Həyat yoldaşınızın sizə dediyi ən romantik söz? Heç vaxt yadımdan çıxmayacaq. Çox gözəl bir sualdır. Heç vaxt yadımdan çıxmayacaq. Çünki doğrudan da ağlımda qalıb. Biraz uzun bir cavab olacaq. Biz təzə tanış olanda, yəni təzə evlənəndə mən Chloe parfümünü istifadə edirdim. Və Mirüsüv intervyu verəndə ondan soruşdular ki, aşk necə qoxur? O da demişdi ki, Chloe. Harda olsaq, yəni həmişə deyərdi ki, deyir hətta ki, mən bənzərsiz ən gözəl kişiyəm. Gözəl nə mənada? Yəni hə, kişi olaraq. Belə bir şey. Xoşuma gəldi o. Ən çox istifadə etdiyi söz və ya ifadə hansıdır? Narka. 7-24. Narka, 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 narka. Bəs sizin? Mənim tapçı gələcək uşaqlara deyirəm. Nara ən çox istifadə etdiyim söz. O da Yusif deyəndə, orada vurğular var da, Yusif deyəndə yəni artıq yəni nəsə baş verəcək, nəsə lazımdır ona. Yusif artıq çağırır, ha, heç nə lazım deyil, sadəcə o yəni yemək hazırdır. Yusif, yəni o vurğular var ha, bax onlardan aslı dəyişək. Amma çox istifadə etdiyi söz bunlardır. Ay sevdiği hediye, конечно же, ayın 27'si, oktyabr 27'si mən Mirüsüvə Mircahidə hədiyyə eləmişəm. Yəni Mircahidin mənim ad günümdə mənə hədiyyə vermək, bu demək olar ki, əvəz olunmaz bir hədiyyə oldu. Ən sevdiyim hədiyyə Mirüsüv mənim çoxdanki arzumu yerinə yetirib mənə it başladı. Mənim ona o qədər hədiyyələrim olubdu. Onu yaxşı bilərdi, ən sevdiyi hədiyyəsi hansı olub. Bəs sizdən böyük qorxunuz nədir? Ay. Mənim ən böyük qorxu, fobiyam demək olar, qapalı yerlərdən çox qorxuram. Mirüsüv yüksəklikdən qorxuram. Biz belə şizofren ailəyik. Bir qapalı, bir yüksəklik. Qabaqlarım yüksəklik idi. İndi artıq yəni onun qarşısını almışam. Ən böyük fobiyamdan səhnədən kənar qalmaq. Sürət, qapalı yerlər, klaustrofobiya mı deyilir bunlar? Kim daha çox qısqanır? Mən. Yox, burada qısqanan yoxdur məncə. Kimin evdə sözü keçir? Hamımızın.
İkimizin də. Dava edəndə kim birinci üzr istəyir? Biz kompromis tapıb, bir-birimizə empatiya yapıb doğrudan da ikimiz də günahkarıqsa, ikimiz də üzr istəməyə bacaran bir doğrudan da ciftik. Davanın günahkarından asılıdır da. Kimdir günahkar? Əlbəttə ki, ya ən birinci o üzr istəməlidir. Kim daha çox pul xərcləyir? Mən. O.